Salam hörmətli yoldaşlar, hər vaxtınız xeyir olsun. MİQ və sertifikasiyaya, həmçinin blok imtahanlarına hazırlaşanlar üçün belə bir maraqlı cümlə var. Müəllimə nağıl danışırdı. Gördüyünüz kimi sadə bir cümlədir. Bu cümlənin neçə cür sintaktik təhlil yolu var? Gəlin ona baxaq. 4 cür sintaktik təhlil yolu var. Hansılardır? İlk olaraq bu cümləni bu şəkildə təhlil edə bilərik. Nə edirdi? Danışırdı. Xəbər. Kim danışırdı? Müəllimə, yəni qadın müəllim. Müəllimə nə danışırdı? Nağıl. Tamamlıq. Bu birinci təhlil yolu. İkinci təhlil yolu nə edirdi? Danışırdı. Yenə də xəbər. Kimə danışırdı? Nəzərdə tuturam ki, o müəllimə nağıl danışırdı. Yəni hər hansı bir şəxs. Bu da olur tamamlıq. Nəyi danışırdı? Nə danışırdı? Nağıl. Bu da ayrı bir tamamlıq. İki təhlil yolu. Növbəti təhlil yolu. Dilimizdə nağıl danışmaq. Deyir ki, sən nağıl danışırsan. Belə bir frazeoloji birləşmə var. Nağıl danışırdı. Birlikdə bir xəbər. Kimə danışırdı nağılı? Müəllimə. Yenə də o müəllimə nağıl danışırdı. Yəni müəlliməyə nəyisə uydururdu, deyirdi bu mənada. Üçüncü təhlil yolu. Dördüncü isə yenə də burada müəllimə, qadın müəllimdən söhbət gedir. Nağıl danışırdı. Nəsə özündən uydururdu mənasında. Kim? Müəllimə. Gördüyünüz kimi bir cümlənin 4 dənə təhlil yolu oldu. Birincisi, ikincisi, üçüncüsü və dördüncüsü. Siz də bu tip videolardan yararlanmaq üçün bizi izləmədə qalın. Hər birinizə uğurlar arzulayırıq.